Növbəti sual x kvadrat plus bx plus c bərabərdir 0 tənliyinin köklərindən biri əgər 2 plus i olarsa b plus c cəmini tapın. Biz bilirik ki, əgər köklərdən biri x1, 2 plus idisə, digər kök bərabər olar 2 çıxılsın i-yə. Və buradan tənliyin köklərinin cəmi bilirik mənfi b-yə bərabərdir. Köklərin hasili isə sərbəst həddə öz işarəsindən bərabərdir. Birinci gəlin biz kökləri toplayaq. x1 plus x2-ni toplasaq, əgər biz mənfi b alırıqsa, yazarıq ki, 2 plus i, üstə gələk 2 çıxılsın i bərabərdir mənfi b-yə. İlərimiz islah olar, 4 bərabərdir mənfi b, b olar mənfi 4. Növbətini həll etsək, əgər x1 vur x2 c-yə bərabərdirsə, yazsaq ki, 2 üstə gələk i vurulsun 2 çıxılsın i bərabərdir c-yə. Müxtəsər vurma düsturundan alaraq ki, 4 çıxılsın i kvadratı c-dirsə, i kvadratı bizə mənfi 1 verdiyindən 4 plus 1 c olar, c-miz bərabər olar 5-ə. Bizdən də istədikləri b plus c cəmidir. Mənfi 4 üstə gələk 5, cavabımız olar 1.